Yerli rəsmilərin bildirdiyinə görə, Rusiya qüvvələri idarə olunan raketlərdən istifadə edərək Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkova hücum edib, nəticədə xəstəxana zərər görüb və 3 rayonda 30 min abonent üçün elektrik enerjisi təchizatı dayandırılıb. Son həftələrdə Rusiya ordusu Xarkov və Donetsk vilayətlərində 2 yaşayış məntəqəsini ələ keçirib, Ukrayna qoşunları isə bir çox cəbhədə hücumları dəf edib. Kremlin sözçüsü Dmitri Peskov və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trumpa xəbərdarlıq ediblər ki, Ukraynaya Tomahawk raketlərinin tədarükü ABŞ-ın birbaşa münaqişəyə cəlb olunmasına və pis nəticələrə gətirib çıxara bilər. Qəzzədə insanlar normal həyata qayıtmağa çalışırlar. UNICEF duzlu sudan təmiz su əldə etmək üçün duzuzlaşdırma zavodunu təmir edib. Sakinlər içməli su götürmək üçün oraya toplaşırlar. Həmin zavod müharibə zamanı cənuba köçürülmüşdü. İndi o, atəşkəs razılaşması ilə əsirlərin mübadiləsindən sonra fəaliyyət göstərir. UNICEF su, ərzaq və dərman daşımaq üçün çoxsaylı yük maşınları təmin edib. Həmas atəşkəs razılaşması çərçivəsində Qəzzədən sağ qalan son İsrailli girovları azad edib, İsrail isə Fələstinli məhbusları geri qaytarıb. İsrail ordusu bütün təsdiqlənmiş girovları qəbul etdiyini təsdiqləyib, Qəzzədə isə minlərlə Fələstinli İsrailin azad etdiyi təxminən 20 min Fələstinli məhbusu qarşılayıb. Madagaskar prezidenti Andri Rajoelinamun yeni baş nazir təyin etmək qərarı vətəndaş etirazlarını sakitləşdirməyib. Oktyabrın 11-də nümayişçiləri ordu müşayiət edib, bazar günü isə Kapsad hərbi bölməsi ölkənin silahlı qüvvələrinə komandanlığı öz üzərinə götürdüyünü bəyan edib. Ordunun mühüm bir bölməsinin dəstəyini itirən Rajoelina millətə müraciət etməyi planlaşdırırdı. Lakin günorta onun Fransa prezidenti Emmanuel Macronla razılaşma nəticəsində Fransa hərbi təyyarəsi ilə ölkəni tərk etdiyi bildirildi və bunu müxalifət lideri Stitsani Randriana Solonayko da təsdiqlədi. ABŞ-Çin ticarət gərginliyi, iqtisadi qeyri-müəyyənlik və tələbatın artması səbəbindən qızılın dəyəri rekord həddə çatıb. ABŞ-ın faiz dərəcələrini aşağı salmaq perspektivləri isə eyni zamanda tarixi zirvəyə çatan gümüşün qiymətinin artmasına əlavə dəstək olub. İlin əvvəlindən bəri geosiyasi böhranlar, faiz dərəcələrinin endirilməsi gözləntiləri, mərkəzi bankların algıları və investisiya fondlarına böyük axınlar sayəsində qızılın qiyməti 57% artıb, gümüşün qiyməti isə 52,49 dollara çatıb. Bank of America və Societe General 2026-cı ildə qızılın qiymətinin 5000 dollara çatacağını proqnozlaşdırır. SpaceX şirkəti Texasdan 11-ci Starship raketini buraxıb. Bu nəhəng raketin peykləri kosmosa çıxarmaq və gələcəkdə insanları Aya və Marsa aparmaq üçün istifadə oluna biləcəyini nümayiş etdirmək məqsədi ilə daşıyan bir təcrübə idi. Raket 2025-ci ilin yanvarında ABŞ prezidenti Donald Trumpın sərəncamı ilə Meksika körfəzi adlandırmağı başlayan Meksika körfəzinə eniş edib.